Sonra müəllif rahimehullah buyurur ki, bəbun qavlu Allahumma xfir li in şi't. Sonra müəllif rahimehullah həmçinin Allah subhanahu taalanın ədəbdən deyir ki, qavlu Allahumma xfir li in şi't. Yəni, əgər istəsən, mənə bağışla. Bu cür ləfs bəyənilmir. Yəni, Allaha dua eləyəndə bunu göstərir ki, müəllif göstərmək istəyir ki, duanın da ədəbləri var. Elə necə istəmək olar, necə istəmək olmaz. Yəni, qul, əgər deyəndə ki, Allahım, istəyirsən mənə bağışla, yəni istəyirsən bağışlama. Yəni, mənə vecimə deyil, yəni. Elə çıxır. Yəni, istəyirsən bağışla, istəyirsən yox. Yəni, mən onsuz da arxayına, mən halım yaxşıdır, elə çıxır mənə. Ona görə də Allahla ədəbdən deyil. Allah subhanahu ta'ala ədəbdən budur ki, qul həmişə elə ləfslər, elə hərəkətlər işlətməlidir ona münasibətdə. O ləfslər zəlillik, qulluğa, onun qul olmağına dəlalət etsin. Amma o ləfslər ki, təkəbbürlüdür, özündən razılıq da Allahla münasibətdə olmaz. Tohidən, aydındır, tohidin kamilliyini naqisliyi getirir. Ona görə hətta duada da istəyəndə gərək, yəni elə istəməlisən ki, orada təkəbbürlük və s. olmasın. Ona görə müəllif rahimehullah bu məsələyə də toxunur. Allahım məğfir, yəni Allahım mənə bağışla. Əslində məğfira, yəni günahları elə bir pərdə salmaqdır. Deyirsən ki, Allahım mənim günahlarımı pərdə sal, bağışla. Və bu da ərəb dilindən götürür miğfar, o döyüşçü, dəmirdən zirehli papaq, ona deyirlər miğfar ki, qılınc və ya ox nəsə dəysə, təsir eləməsin bir başına. Ondan götürülür. Burada müəllif rahimehullah buyurur ki, وَفِي السَّحِيحِ عن أبي هريرة رضي الله عنه أن رسول الله صلى الله عليه وسلم قال لا يقول أحدكم اللهم اغفر لي إن شئت اللهم ارحمني إن شئت. Yəni, birimiz deməsin belə dua eləyəndə ki, Allahım, istəyirsən mənə bağışla, istəyirsən mənə rəhmət. لِيَعْزِمَ الْمَسْأَلَةِ فَإِنَّ اللّٰهَ لَا مُكْرِهَ لَهُ. Yəni, elə çıxacaq ki, Allah subhanətə alə yəni gücü çatmaz və ya elə əzəmətli deyil və ya məsələn başqa mənada. Yəni, naqislik mənasına gətirir hər halda. Ona görə ədəbdəndir müəllif gətirir ki, Allah subhanətə alə istəyəndə elə ləfslərlə istəmək lazımdır ki, orada qula layiq sözlər olsun. Qula layiq. Və sonra buyurur ki, vəli muslimin وَلِيُعَظِّمَ الرَّغْبَ فَإِنَّ اللّٰهَ لَا يَتَعَظَمُهُ شَيْءٌ أَعْطَى. Yəni, Allah subhanətə aləyə heç nə, bir əziyyət bir şey yoxdur. Yəni, elə çıxır ki, bu sözdə ki, istəyirsən ver, istəyirsən vermeli bir acizlik çıxır. Ola bilər verməsin, güc çatmasın və s. Allah subhanətə alə qadirdir hər şeyə bir ol deməklə olub və heç bir şeydə aciz deyil. Ona görə o ləfslər ki, acizliyə dəlalət edir və s. Allahla işlətmək olmaz. Və ya o cümlələr ona dəlalət edirsə. Aydın qardaşlar, bu ədəbdir. Allahla, yəni ədəblərdəndir, necə ona müraciət eləmək. Və Şeyx Hüseymin də bəzi səbəblər gətirir, ne üçün belə demək olmaz. Yəni, elə bir ki, qul deyir ki, istəyirsən bağışla, istəyirsən yox. Yəni, elə çıxır ki, gör ki, buna mühüm deyil bu. Və həmçinin Şeyx Hüseymin buyurur, rahiməhullah, ola bilsən Allah Taala bağışlamasın. Elə çıxır ki, gör ki, Allah Taalaya bu biraz ağır ola bilər və ya çətin ola bilər, bağışlamaya bilər. Elə məna çıxır. Və həmçinin fikir versən, əgər hələ məna çıxırsa olmaz. Ola bilər hələ məna verməsin. Amma əgər varsa o məna olmaz. Və həmçinin şeyx buyurur ki, rahiməhullah, bu da həmçinin ona dəlalət edir. Ne üçün qadağan olunub? Elə çıxır ki, qul özü
varlıdır, bağışlanıb və ya ehtiyacı yoxdur Allah Taala'nın. Sadəcə deyir ki, istəyirsən bağışla, istəyirsən yox. Ona görə belə ləfz demək olmaz. Ədəbdən deyil. Aydın qardaşlar. Və ona görə şeyx buyurur ki, rahimullah, məsələn, hətta bəzi ləfzlər var, o ləfzləri də işlətmək. Məsələn, ləfzlərdən deyir ki, Allah Taala sənin ömrünü uzatsın. Şeyx deyir ki, rahimullah, bu sözü biraz, bu cür demək biraz çəkinmək lazımdır. Ola bilər ömrü uzatsın, ömrü uzanmağı şərdir bunun üçün. Aydındır. Ola bilər Allah Taala ömür verər buna, dua eləyər, Allah Taala verər buna ömür, o ömür buna bəla olar, şər olar. Ona görə bilmir qalmağı xeyirdir, bilmir qalmağı şərdir. Ona görə belə demək olar ki, Allah Taala sənin ömrünü itaətdə uzatsın. Aydındır, Allah Taala sənin ömrünü savab eləməkdə uzatsın. Yəni, bu cür dua daha gözəldir, bu cür dua daha dəyildir. Aydındır, bu Allah göstərir ki, yəni insan, hətta ləfzlər də mühümdir, qardaşlar. Hətta danışıqda, dua eləməkdə, ləfzlər də bəzi insanlar fikir vermir, elə bilirlər ki, yəni şirk məsələn neysə aiddir, büta aiddir və s. yox. Hətta danışıq, hətta duada aid, duaya aiddir. Ona görə müsəlman danışanda, dua eləyəndə gərək sözlərə fikir verər. Tohiddəndir. Və sonra müəllif rahimullah keçir ki, babun la yaqulu abdi və əməti. Abdi və əməti. İnşallah bu qalsın gələn dərsimizə.